Şəki ləhcəsi Azərbaycan dilinin Oğuz türkçəsinə əsaslanan ləhcələrdən biridir. Məhz buna görə də tələffüzü çox kəskin sözlərdən istifadə olunur. Misal olaraq göstərmək istəyirəm ki, gəlcaq, geycaq, baxcaq və hətta demək istəyirəm ki, Şəkinin özündə belə müxtəlif kəndlərdən olan insanların ləhcəsi fərqlidir. Yəni ki, biz Şəkili olsaq da, bizim öz içimizdə belə fərqli ləhcələrdə insanlar danışırlar. Hətta bəzi kəndlərdə istifadə olunan sözləri biz özümüz belə bəzən başa düşmürük. Şəki ləhcəsi Azərbaycan dilinin Oğuz türkçəsinə əsaslanan ləhcələrdən biridir. Məhz buna görə də tələffüzü çox kəskin sözlərdən istifadə olunur. Misal olaraq göstərmək istəyirəm ki, gəlcaq, geycaq, baxcaq və hətta demək istəyirəm ki, Şəkinin özündə belə müxtəlif kəndlərdən olan insanların ləhcəsi fərqlidir. Yəni ki, biz Şəkili olsaq da, bizim öz içimizdə belə fərqli ləhcələrdə insanlar danışırlar. Hətta bəzi kəndlərdə istifadə olunan sözləri biz özümüz belə bəzən başa düşmürük.